Uşaq atadan küsüb. Ata uşaqdan küsüb. Evə gəlir, görür ata baxmır. Anaya deyir ki, bəlkə sən deyəsən, ana deyir, artıq mənlik deyil. Uşaq sabahsı gün gəlir, diqqətlə atanın gözünə baxır ki, bir dənə ata belə, bir dənə təbəssüm eləsin, bu da neynəsin? Siz ata bağışla, ata desin, bağışlayıram. Bu da evə gələndə fürsət tapır, görür kişi neynədir? Biraz belə baxdı uşağa. Bu belə baxan ata bağışla mənə deyir. Ata deyir, bağışladım. İndi birinci kim addım atdı? Oğul yoxsa ata? Birinci ata addım atdı. Ona belə məhəbbətlə baxdı ki, bu tövbə elədi, səhvin başa düşdü, iqrar elədi, sonra ata bağışladı. Bizdə də belədir. Bu ki, halın yarandı, tövbə haləti, bunun nəticəsi budur, mənim qardaşım, mənim bacım. Rəhmət gözü ilə qəlbivə baxdı, qəlbin sındı və dönüş elədi. Nəticə budur. Yoxsa başqa cür mümkün deyil.